Bismillahirrahmanirrahim. Və leyansurannallahu men yansuruhu. İnnallaha laqaviyyun aziz. Allah şübhəsiz ona, onun dininə yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir. Həc surəsi ayə 40. Xidmət şəhidlərinin anım mərasimi idi. Şəhidin yaxın qohumlarından və ən yaxın dostlarından biri çıxış edirdi. Sözlərinin əvvəlində bu ayəni tilavət etdi və dedi: Həqiqətən, Ağa Seyyid bu ayənin bariz nümunəsi idi. 30 il boyunca dövlətin yüksək vəzifələrində xidmət etdi. Amma onun bütün qayğısı yalnız Allahın dininə yardım etmək idi. Öz şəxsi həyatı üçün heç nə toplamamışdı. Allah da ona izzət verdi və onu şəhidlik neməti ilə öz yaxşı bəndələrinin cərgəsinə qəbul etdi. O deyirdi: Seyyid İbrahim 5 yaşında atasını itirdi. Bir il sonra anası yenidən ailə qurdu və o bir neçə il böyük qardaşının evində yaşadı ki, anası narahat olmasın. Seyyid İbrahim həm işləyir, həm də oxuyurdu. O, yoxsulluğu eşitməmişdi, yaşamışdı. Ona görə də çalışırdı ki, yoxsulların dərdi həll olunsun. Öz dilindən belə nəql olunub. Tələbəlik illərimin əvvəlində maddi sıxıntılar səbəbilə qərara aldım ki, gündə yalnız bir dəfə yemək yeyim. Çox zaman çətinliklərin zirvəsində hərəmə gedib imama təvəssül edərdi və həyatının düyünləri açılardı. Seyyid İbrahim İslam İnqilabının qələbəsi günlərində şəhid Behiştinin təklifi ilə İnqilab məhkəməsində rəhbər vəzifəsinə gətirildi və inqilabın ən gənc idarəçilərindən biri oldu. O, həm ixlaslı, həm də iti zəka sahibi idi. O, elə o illərdən deyirdi: Biz bu inqilabın və şəhidlərin qarşısında borcluyuq. Gərək çalışaq və Allahın dininə yardım edək və əmin olaq ki, Allah da bizə yardım edəcək. Böyüklərdən nə eşitmişdisə, onu şəxsi həyatında əmələ çevirirdi. İllər boyunca məhkəmə sistemində sahibsiz əmlakların idarəsi və məsuliyyəti onun üzərində idi. Çoxlu torpaq və mülkləri müxtəlif qurumlara təhvil verdi. Amma özünə onlardan heç bir mənfəət götürmədi. Uzun illər kirayədə yaşadı. Bir evdən o birinə köçürdü. Hətta məhkəmə sistemində muavin olduğu dövrdə belə. Sonda yoldaşının qohumlarından biri ev tikərkən mənzillərdən birini ona borc və kreditlə satdı. Seyyid İbrahim 20 il boyunca Tehranın şimalındakı məscidlərdən birində imam cəmaat oldu və xalqın arasında çox rahatlıqla iştirak edirdi. O, əhalisinin çoxu adi cəmaatdan ibarət olan bir məhəllədə yaşayırdı. İnsanların dərdlərinə qulaq asır və bacardıqca onların problemlərini həll edirdi. Deyirdi: Bunlar Allahın bəndələridir. Onlara yardım etmək, Allahın dininə yardım etməkdir. Hətta bəsic və gənclərin iştirak etdiyi iclaslarda da olurdu. Suallarını cavablandırırdı. Heç vaxt işdən yorulmazdı. Allahın dininə yardım etmək üçün sübh azanından gecə yarısına qədər fəaliyyətlə məşğul idi. İstirahətə çox az vaxtı olurdu. O, karyerasının ən gözəl dövrünü İmam Rıza əleyhissalamın hərəmində Qüds Rəzəvidə xidmətlə keçirdiyini deyirdi. Orada həqiqi bir inqilab yaratdı və ziyarətçilərin rifahı üçün unudulmaz xidmətlər göstərdi. Ömrünün sonuna qədər mehriban imamın yanında qalmaq istəyirdi. Amma özünü tamamilə Allaha təslim etmişdi. İnqilabın rəhbərinin göstərişi ilə məhkəmə sisteminin çətin vəzifəsini qəbul etdi. Daha sonra isə İslam inqilabından sonrakı ən çətin dövr, sərt iqtisadi sanksiyalar və xalqın ciddi sıxıntılar çəkdiyi şəraitdə İranın prezidenti oldu. Hamı ona deyirdi: Bu işi görmə, ölkə uçurumun kənarına çatıb, hər şey İran iqtisadiyyatının dağılması üçün hazırlanıb, özünü bədnam edəcəksən. Amma Seyyid İbrahim adətinə sadiq qalaraq bu işi Allaha bağladı. Yenidən gəldi ki, Allahın adının çəkildiyi bu dinə və ölkəyə yardım etsin və Allah da ona yardım etdi. Sanksiyaları yarıb keçdi, gündüz gecə bilmədi. Tamamilə Allah üçün çalışırdı ki, ölkəni xilas etsin. Mühafizəçisi deyirdi: Gündə bir neçə iclas, iş, səfər və yoxlaması olurdu. Gecələr də gec yatırdı. Amma sübh azanına 1 saat qalmış oyanıb
Allahla tək qalırdı. Allah da bu yaxşı bəndəsinə yardım etdi. Onun 3 illik prezidentliyi dövründə bir çox iqtisadi göstəricilər yüksəldi. İqtisadi və hətta hərbi sahədə mühüm irəliləyişlər baş verdi. İran bir çox regional ittifaqlara üzv oldu və vəziyyət yaxşı istiqamətə getdi. O gəlmişdi ki, Allahın dininə yardım etsin. Allah da ona gözəl şəkildə yardım etdi. O, bəzi digər prezidentlərdən fərqli olaraq Tehranda masa arxasında oturmaq əvəzinə ölkənin hər yerini, hətta kəndlərini belə ziyarət edirdi. Son dəfə şimal-qərb sərhəd kəndlərindən birindən qayıdarkən bahar axşamında əbədiyyata qovuşdu və həmişəlik İmam Rza əleyhissalamın hüzurunda qaldı.